Salam dəyərli izləyicilərimiz, hər vaxtınız xeyir. Bugün sizə 7 otaqdan ibarət 2 mərtəbəli həyət evi çəkib təqdim edirəm. Çəkişə başladıq 2-ci mərtəbədən. Bu 2-ci mərtəbə qalxan pilləkənləri həyətində sizə göstərəcəm. Evimizin iri bir qonaq otağıdır. Tam cütdaşdır. Döşəməsi gördüyünüz kimi laminat. 2-ci mərtəbə kombi sistemi ilə qızdırılacaq, Allah qoysa. 1-ci mərtəbə isə başdan başa istipoldur. Beləliklə bu bizim qonaq otağımız. Yerləşmə yeri Biləcəri qəsəbəsində Mida evlərinə yaxın. Ətrafda tam yaşayışdır. Evimizin ikinci otağı. Aboyları, bütün otağın aboyları zövqlə seçilib. Bu da ki hamamla ayağı yolsu. Evimizin üçüncü otağıdır. Bak burada qonşunun araba həmin bu evə məxsusdur. Və sonda evimizin dördüncü otağı. Buradan da göstereyim size, küçüğünü göstereyim. İkinci eve de bakacağım aşağıdan. Düşey evimizin birinci mərtəbəsinə pilləkənləri mərmər qranitdir. Bak burada bir otaq. Birinci mərtəbəyə təkrar edirəm. Boydan boya istipoldur. İri bir mətbəxdir. Hardasa bir rahat bir 25-26 kvadratdır, belki de 30 kvadrat olan iri bir mətbəx. Tavan taxta apşifka ilə yığılıb. Burada hamamla ayaq yolu nəzərdə tutulub və axırıncı otaq burada. Bak belə bir otaq. Çıxaq indi evin çölünə. Mən sizə ətraflı göstərəcəm. Küçəsində göstərəcəm. Bak belə bir burada hər ehtimala qarşı su çəni var. Burada gülçə əkmək üçün nəzərdə tutulub. Çoxdankı evdir, şəxsi tikili evdir. Yəni bu ev bir dənə quru karkası vardı. Uzun illərin evidir. Tikilib qalmışdı belə. Yəni, təmir olunub, çıxıb satışa. Bu da ki, maşın girən həyəti. Bu darvaza. Bu da evimiz. Çıxaq sizə çöldən də göstərim. Bir də qeyd edirəm. Biləcəri qəsəbəsində Mida evlərinə yaxın bir ərazidir. Bu bizim küçə. Bu da ki evimiz. 2,5 sot torpaq üzərində tikilib. Evin ümumi sahəsi 200 kvadratdır. Sənət kupçaya qədər yığılıb. Sərəncamlar hazır. Bax, belə bir ev. Qiymət 120.000 manat. Kim alsa Allah xeyir versin.